Ən doyumcu yemək bu idi. Hamıdan məsulub alırdı. Borc edirlər. Borc edirlər. Deməli, bunların bufetlərində belə toz satırlarmış. Arasını nə qoyurlar? Ucuz soslu. Yaşlı böyle koyalım. Sonra ketçup mayonezi nə? Ketçap, bir də göyərti istəyir. Coşun kopya. Elə bir önce size hava verdim. Prosto mən istəyəm buna. Kabısı. Hı? Ama kırptık tamam. Mən sizə kalbasa qoyun, baxalsınız o. Bence bu ketçupun kopyası var. Hı? Almışlar. Tavada eləmişəm. Hadi. Hmm. Biraz Hı. Tavada. Gedin bu konfetdən alın, yiyin. Mənə canıma dua edəcəksiniz. Əgər yeməmişsinizsə. Bir dakika. Çox qəşəngdir. Qəşəng oldu ha. Bunun altından almışdım. Bir də kalbasa almışdım. Daha nə mayonez almışdım, nə heç nədən. Bir də pomidor xiyar. Uşaqlar bizdən mayonezlə, pomidor xiyarla belə deyirlər də. Ahmet bizim evden hiçbirini çizemiyoruz. Bunu da ayrıdır amma. Hadi. Bu da şey nerede? Bizim o yediğimiz önərin dadı ayrıdır, bunun da ayrıdır. Aslında malezi daha doğru. Biber da. Şey göyerti istersen bazen biz koyuyoruz falan yemedim. Qoymurdu. Ben koyuyorum. Mayonez idi, ketçup idi, pomidor xiyar, bir də kalbasa. Ketçup. Xiyar idi, pomidor idi. Bizdə fidoş edirdi ha. Belə əzilmirdi ha, şişirdi, xıxıtırdı, doğum ağrıydı. O tapış olurdu. Ben bunu əzdim də, bir tavaya koyayım, əlimlə öyle bastım. Böyle koyuyorum. Amma onlar verirlər ki, sən yemək yeyirsən, sonra biz yeyirik. Onunla eyni anda yeyirik, bir də çəkənlər. Belə bilirlər ki, məsələn, kamera ayrı yeyirəm, sonra bir ayrı yeyirəm. Hadi ha. Neyse şişiyor. Tuncikine pomidor xiyar o şişiyor, darlıyor da. Ha sen sağ yine manzarada xiyarı ortasına dümdüz kesip koyarıq, pomidoru da elə. Nazik kesip koyarıq, hacılarını koyarıq. İdmandayım, kesin dəfə bəyənləri qız belirəm. Biz sənin ikimiz arıqlaya bilsəydik. Mən deyirəm ki, arıqlamaq istəmirəm ya. Mən formaya sallam özümü. Bu qədər yeməklə qəşəng qalmışsan sən, yaxşı qalmışsan. Nə qədər yeməklə?